Bugün qonağım gəlir. Özü də elə qonaq ki, ət və balıq yemir. Ona ən dadlı hazırladığım iki toyuq yeməyini bişirməyə qərar verdim. Toyuq ətindən kotlet hazırlayıram. Kotleti daha dadlı etmək üçün Maginin quru qarışığından istifadə edirəm. Qarışığı 150 ml suya qatıb 2 dəqiqə ərzində dəmləməyə qoyuram. Daha sonra toyuq filesi və bud dibindən hazırladığım farşı əlavə edib qarışdırıram. Bu reseptlə hazırladığınız kotlet çox sulu və dadlı olur. Hazırlayacağım toyuq budlarının yanına ilk olaraq təzə kartofu duzun üzərinə düzüb sobaya bişməyə qoyuram. Bu daş peşdə bişmiş kimi dad verir. Sonra budları dərdən təmizləyirəm. Maginin sulu və dadlı toyuq üçün olan ədviyyatını açıram. Elə öz üzərində olan torbasını əlavə edib biraz da zeytun yağı qatıb qarışdırıram. Eyni torbada sobaya bişməyə qoyuram. Toyuq bişənə kimi kartoflar üçün şüyüd, sarımsaq, zeytun yağı qarışımından sos hazırlayıram. Duzu da əlavə edib kartofu yaxşıca qarışdırıram. İçi sulu, üzəri qızarmış dadlı toyuqları kartofun üzərinə qoyub elə öz sosundan da üzərinə gəzdirirəm. Möhtəşəm oldu. Mütləq hazırlayın. Hazırlayan hər kəsə nuş olsun.